Sosial şəbəkələrdə tanış olub evlənənlərin sayı artıb. Araşdırmalara görə yeni evlənənlərin 60%-i onlayn tanışlıq xidmətləri vasitəsilə tanış olduqlarını bildirib. Mən bir gənc olaraq sosial şəbəkədə tanış olub evlənmərəm. Sosial şəbəkə çox da ciddi platforma kimi saymıram da yəni. Sosial şəbəkədə tanış ola bilər, amma sadəcə olaraq bunu real həyatda bir-birlərini tanıyaraq əslində daha yaxşı bir yola addım ata bilərlər. Amma ki, sosial mediadan bir-birlərini tanımaq, yəni belə deyim, bir-birlərini görərək sadəcə gözəlliklərinə, yaraşıqlarına qapılaraq evlənmək lazım deyil. Əslində insanın içinə baxmaq lazımdır. Şəbəkədə tanış olub evlənənlərin aqibəti 1 ay, 2 ay olur. Psixoloq Tünzalə Aslanovanın sözlərinə görə, onlayn platformalarda tanışlığın həm müsbət, həm də mənfi tərəfləri var. Bir qadının kişi ilə münasibəti ilkin başlanğıcda realda ya tanışlıq vasitəsilə bunlar özləri tanış olmalıdır, ya da ətrafındakı insanların ortaq bir tanışlığı ilə. Amma sosial şəbəkə isə artıq çevrəni genişləndirir. Xarici ölkələrlə də, uzaq yaxın şəhərlərlə də artıq kimi istəsən, o sosial şəbəkədə tapa biləcəksən və ünsiyyət qura biləcəksən. Real həyatda ünsiyyətə girə bilməkdə çətinlik çəkən qızlar və oğlanlar sosialda daha aktiv olurlar. Çünki özlərini orada daha komfort, daha real təqdim edə bilirlər. Bu müsbət haldır. O halda ki, mənfiyə keçid etməyəcəklərsə. O halda ki, bu tanışlıq yalnız və yalnız sosialda qalmayacaqsa. Tünzalə Aslanovanın fikrincə, mənfi cəhətlərdən biri də insanların sosial platformalarda özlərini ideal göstərməyə çalışmalarıdır. Son statistikalar onu göstərir ki, ailələrin bir-birini tanışlıq dönəmi nə qədər uzun və nə qədər geniş olarsa, o ailənin möhkəmliyi bir o qədər rahat olur, bir o qədər düzgün formalaşır. Sosial şəbəkədə tanışlıq təbii ki, reala keçid dönəmində biraz uzun çəkir. Bir-biri ilə sosialda yazışırlar, maraq dairəsi genişlənir, hansısa bir fikir formalaşır. Sonrakı etapda artıq reallaşanda onlar artıq bir-birində beyinlərində formalaşmış bir fikirlə görüşürlər. Sosioloq Üzeyir Şəfiyev bildirir ki, sosial şəbəkələr evliliyə və ciddi münasibətlərə yol açsa da, həmişə uğurlu nəticələnmir. Risklər budur ki, xəyal qırıqlığı yaşada bilər insana, vaxt itkisi ola bilir və aldadıcı ola bilir. Sosial şəbəkələr üzərində insanlar daha çox maskalanırlar, özlərinin çatışmayan cəhətlərini ört-basdır eləyirlər. Canlı ünsiyyətdə insanlar bir-birini daha yaxşı tanıyır. Burada bədən dili, gestikulyasiya, emosional ötürmələr xüsusi önəmli rol oynayır. Ona görə də tövsiyə olunan odur ki, çox ciddi bir məsələlərdə canlı ünsiyyətə, canlı mükaliməyə daha çox önəm vermək lazımdır. Sosioloq qeyd edir ki, sosial platformalardan sadəcə tanışlıq vasitəsi kimi istifadə etmək daha məqsədə uyğundur. İlhamə Kələyeva, Bəxtiyar Babayev, Xəbər Ertəsi.